Gəlin birlikdə kimyəvi reaksiyaların təsnifatı istilik effekti bölməsindəki ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Birinci suala baxırıq. Sualda deyir butanın yanma reaksiyasının istilik effekti. Deməli biz nə edirik? Butanı yandırmalıyıq. Butan C4H10-dur. Oksigenlə reaksiyaya girir. Karbon qazı və su alınacaq. Əmsallaşdırırıq bunu. Bura 4, bura 5 qoysaq. Bu zaman burada onluq kəsir yarandığından nə edərik? Buradan karbon qazı plus su. Bura 2 atacağım. Bura 8 atacağım. Burada 10 atacağım. 16, o da 10, 26. Deməli burada 13 atacağım. Deməlidir ki, butanın yanma reaksiyasının istilik effekti nə qədərdir? İstilik effekti 3300 kilojoldur. Elə deyil mi? Bunu yazandan sonra bizə deyir ki, butanın yanma istiliyi. Uşaqlar, butanın yanma istiliyi istilik effektinin, yəni yanma istiliyi istilik effekti 3300'dür. Yanan maddə butan olduğundan onun əmsalına bölürük. Buradan da eləyəcək 1650 kilojol. Bunu tapandan sonra bizə deyir ki, 825 kilojol istilik alındıqda əmələ gələn karbon qazının həzmini istəyir. Baxıram buradan 8 mol karbon qazı alınanda nə qədər istilik ayrılmışdır? 3300 kilojol istilik ayrılmışdır. İndi mən tapmalıyam ki, nə qədər karbon qazı buradan alınsa 825 kilojol istilik ayrılacaq. Buradan da x-i tapıram. 8 vururam 825'ə, bölürəm 3300'ə və buradan bu bir dəfə, bu 4 dəfə olacaq. 8-ə 4-ə böləndə 2 eləyəcək. 2 mol. 2 mol da litrə çevirəm, çünki bizə litrlə istəyir. Bu da 44,8 litr eləyəcək. İkinci sualda fosforun yanmasını deyir bizə. Yəni fosfor oksigenlə reaksiyaya girəndə PCO5 alınacaq. Bura 2 yazıram, bura 5 yazıram, burada 4 yazıram. 31 qram fosfor artıqlaması ilə götürülən oksigenlə yandırıldıqda 750 kilojol istilik ayrılmışdır. Yazıram, 31 qram fosforun yanmasından 750 kilojol istilik ayrılmışdır. Mən tapmalıyam, buradan istilik effektini tapmalıyam. 4 dənə burada fosfor var, yəni 4 vurulsun 31 qram fosfordan bəs nə qədər ayrılacaq? Buradan da tapsam, bu 4 dəfə artıb, bunu da 4 dəfə artıracam, o da eləyəcək. 4'ü vuracam 750, o da 3000 kilojol eləyəcək. 3000 kilojol tapdım. Reaksiyanın istilik effekti 3000'dür və fosfor 5 oksid əmələ gəlmə istiliyidir. Əgər bizdən əmələ gəlmə istiliyini desəm, görürük ki, PCO5 bəsti maddələrdən əmələ gəlmişdir. Bəsti maddələrdən əmələ gəldiyinə görə də bunun əmələ gəlmə istiliyi istilik effektini bölərik əmələ gələn maddənin əmsalına. Yəni 3000'i əmələ gələn maddə PCO5-də əmsalı 2-də 2-yə böləcəm. O da eləyəcək 1500 kilojol. Üçüncü sualda yenə bizə fosforun yanmasını verib. 4 dənə fosfor, 5 dənə oksigen, alınıb 2 dənə PCO5. Buradan bizə şərtdə verilib ki, deməli 301 kilojol enerji ayrılanda 12,4 qram fosfor yanmışdır. İndi yazıram buradan. 4 vurulsun 31 qram fosforun yanmasından nə qədər istilik ayrılıb bilmirəm, onu tapmalıyam. Amma orada bizə verib ki, qrafikdə. Nə qədərdir? 12,4. 12,4'də, yəni 12,4 qram fosforun yanmasından 301 kilojol enerji ayrılmışdır. Buradan da mən Q-yu tapıram. Q-yu tapanda 4'ü vuracam, 31'ə vuracam, 301 bölünsün 12,4'ə. Buradan da tapacam ki, bu nə qədər eləyəcək? 3010. 3010 kilojol bu reaksiyanın istilik effektidir. Bunu tapandan sonra mənə deyir ki, fosforun yanma istiliyidir. Fosforun yanması, yəni yanma istiliyini tapanda istilik effektini yanan maddənin əmsalına bölür. Yanan maddə də fosforda oksigen yanmaya xidmət edən maddədir. Nə edərik biz indi? 3010'u böləcəm 4'ə. O da eləyəcək 752,5 kilojol. Və 4-cü sualda reaksiyanı verib bizə. 2 dənə magnezium karbon qazı ilə reaksiyaya girir. 2 dənə magnezium oksid plus karbon alınacaq. Reaksiyanın istilik effektini bizdən deyir hesablayın. Biz reaksiyanın istilik effektini taparkən Q-dür. Reaksiyadan alınan maddələrin əmələ gəlmə istiliyi, yəni magnezium oksidin əmələ gəlmə istiliyindən, yəni əmsalını vururam onun əmələ gəlmə istiliyinə, çıxıram reaksiyaya girən maddələrin əmələ gəlmə istiliyinə. Burada magnezium bəsti maddədir. Bəsti maddələrin əmələ gəlmə istiliyi olmur, sıfırdır. Ona görə bunu götürməyəcəm. Buradan yazacağım ki, əmsalı karbon qazının 1 olduğundan, yəni 1 vurulsun Q karbon qazının əmələ gəlmə istiliyi. Mən görürəm ki, indi buradan yaza bilərəm, istilik effektini tapacağam. Magnezium oksidin əmələ gəlmə istiliyi 601'dir. Deməli, buradan mən nə edəcəm? 2'ni vuracağam
601,5'ə. Çünki bir dənə əmələ gəlmək istəyir, 1 mol maddənin əmələ gəlməsini sərf edilən istilikdir. Burada isə 2 dənə maqnezium oksid var. Çıxıram buradan. 1 mol karbon qazı da, yəni 1-i vuracam 393,5'ə. Buradan tapacam ki, deməli mən içini 601,5'ə vuranda 1203 eləyir. 1203-dən də mən çıxacam 393,5'i. Oradan da eləyəcək 809,5 kilojol. Bu reaksiyanın istilik effekti 809,5 kilojol elədir. İndi mən nəyi tapmalıyam? Bizdən istəyir ki, burada A-nı tapın. A yanma istiliyidir. Maqnezium oksidin yanma istiliyidir. İndi mən nə edəcəm buradan? Maqneziumu yandıracam. Maqnezium üzərinə oksigen gələcəm. Bu zaman maqnezium oksid alınacaq buradan. Maqnezium oksid alandan sonra əmsallaşdıram. Bura 2, bura 2 yazacam. Və görürəm ki, deməli, maqnezium oksigenlə reaksiyaya girəndə maqnezium oksidin əmələ gəlmə istiliyi nə qədərdir? 601-dir. Yəni, 1 mol maqnezium oksidin əmələ gəlmə istiliyi 601-dir. Mən nə edəcəm? 601,5'i 2 dənə maqnezium oksid əmələ gəldi, 2-yə vuracam, 1203 eləyəcək. Bunu tapandan sonra bu reaksiyanın istilik effekti nə qədər oldu? 1203 oldu. Və mənə buradan maqneziumun yanma istiliyini deyir. Mən istilik effektini tapandan sonra yanma istiliyi yanan maddənin əmsalına bölürdü istilik effektini. Yəni 1203'ü böləcəm 2-yə, 601,5 eləyəcək. Deməli, maqneziumun yanma istiliyi nə qədər elədi? 601,5. Sonra bizə deyir ki, burada karbonun yanma istiliyini istəyir. Yenə yazacam buradan. Karbon, oksigende yananda karbon qazı olur. Karbon qazının əmələ gəlmə istiliyi nə qədərdir? Yəni 1 mol karbon qazı əmələ gəldiyindən elə 1 yazacam, 393,5 kilojol. Və mənə deyir ki, buradan karbonun yanma istiliyi də, yəni 1 mol maddə yandığından 393,5'i də onun əmsalına böləndə yenə 393,5 eləyəcəkdir. 5-ci sualda metanın yanmasını yazırıq. Ümumiyyətlə, bütün üzv maddələr yanında karbon qazı su verəcək. Əmsallaşdırırıq. Bura 2 yazacam. Burada 2 yazacam. Deyir ki, 3,2 qram metan yananda 176 kilojol istilik ayrılmışdır. Yazıram bura. Burada künü bilmirəm. 3,2 qram metandan nə qədər istilik ayrılmışdır? 176 kilojol ayrılmışdır. Mən tapmalıyam 16 qram metan yanır. Çünki 1 mol metan var. 1 mol metanda 16 qramdır. 16 qram metanın yanmasından nə qədər istilik ayrılır? Onu tapmalıyam. Q yazıram bura. Buradan da Q'yu tapanda görürəm ki, buradan 5 dəfə artıb, bunu da 5 dəfə artıracam. 176'nı da 5'ə vuranda 880 kilojol eləyəcək. Bunu yazandan sonra tapdım ki, reaksiyanın istilik effekti 880'dir. Əmələ gələn suyun kütləsini istəyir bizdən. Deməli, bu reaksiyada buradan əmələ gələn su. Mən bilirəm ki, 16 qram metan yandıqda 2 mol su, yəni 36 qram su əmələ gəlmişdir. Bəs 3,2 qram metan yansa nə qədər su əmələ gələcək? 5 dəfə azaltmışam, 36'nı da 5 dəfə azaldacam. O da eləyəcək 7,2 qram su. 7-ci sualda deməli formul C4H(X) plus YO2 alınıb buradan 4 dənə karbon qazı plus 4 dənə su plus da Q. İndi buradan neyini? Reaksiyanın tənliyinə əsasən 0,5 deməli Q kilojol istilik ayrılan zaman yanan maddənin kütləsini qramla istəyir bizdən. İndi yanan maddənin kütləsini bizdən istəyir. Nə edərik buradan? C4H(X). İndi mən buradan X tapa bilərəm də, elə deyilmi? Burada 8-dən hidrogen var, görürəm. Deməli, burada da 8 olmalı. Deməli, X-imiz 8-dir. İndi oksigenlərə baxıram. Burada 8 dənə oksigen var, burada 4 dənə oksigen var. Ümumi 12 dənə oksigen var. Deməli, mən bura 6 yazmalıyam ki, oksigenlər sayı bir-birinə bərabər olsun. Bunu yazandan sonra İndi mən bilirəm ki, C4H8-in kütləsi 56 qramdır. 56 qram C4H8 yananda Q qədər istilik ayrılmışdır. Mənə deyir, bəs 0,5 Q qədər istilik ayrılsa, deməli, yanan maddə nə qədər olacaq? Yanan maddə budur. Tapıram buradan onu. Məsələn, A yazım buradan. A-nı tapanda nə edəcəm? 2 dəfə azaldacam. 28 qram deməli, buten yanmışdır. Bunu tapandan sonra yanmaya sərf edilən oksigenin normal şəraitdə bizdən həcmini istəyir. Baxayıq buradan nə qədər olacaq. Mən bilirəm ki, 6 mol oksigen burada yanmaya sərf edilib. Bu zaman Q qədər istilik ayrılacaqdır. Mənə burada 0,5 Q qədər deməli istilik ayrılmışdır. Onu tapmalıyam ki, buradan nə qədər deməli oksigen sərf edilmişdir. Molu tapıram. Bu 2 dəfə azalıb, bunu 2 dəfə azaldıram. Bu zaman nə olacaq? B bərabərdir 3 mol. B-ni tapandan sonra mənə burada litrlə istədiyindən molu da litrə çevirirəm. 3'ü vururam 22,4'ə 67,2 litr eləyəcəkdir. 7-ci sualda etanın yanmasını deyir bizə. C2H6 yanır.
karbon qazı plusu. Əmsallaşdırıram. Bura 2 yazacağam, bura 4 yazacağam, bura 6 yazacağam. 8, 6, 14. Burada 7 yazaram, bərabərləşdirərəm. Deməli, bizə deyir ki, 6 qram etan yananda 312 kilojoule istilik ayrılmışdır. İndi nə edəcəm buradan? Tapmalıyam burada nə qədər istilik ayrılıb. 6 qram etanın yanmasından 312 kilojoule istilik ayrılmışdır. Etanın 1 molu 30-dur, 2 dənə mol deyil 60. 60-dan nə qədər olacaq? Buraya x yazıram. Tapıram ki, istilik effekti yazıram. 10 dəfə artırılıb. Yəni 3120 kilojoule istilik ayrılmışdır. Bunu tapandan sonra mənə deyir, alkanların homoloji sırasında CH2 qrupunun hər bir moluna yanma istiliyini 660 kilojoule artmasını nəzərə alaraq, deməli, C2H6 keçib neçəyə? Pentana. Yəni C5H12-yə. C2H6-dan C5H12-yə. Sonra nəyə keçib? Heptana. Yəni C7H16-ya. Bunlar arasında 3 dənə CH2 qrupu fərq var. Bunlar arasında da 2 dənə CH2 qədər fərq var. Elə deyilmi? Bunu tapandan sonra mən nə edəcəm buradan? Mən bilirəm ki, bax, bir dənə buna fikir verək. 2 dənəsinə 3120 kilojoule istilik ayrılmışdır. Bir dənəsinə olacaq 1560. Deməli, bir dənə CH6-ya, yəni C2H6-ya 1560 kilojoule enerji sərf ediləcək. Elə deyilmi? Mən nə edəcəm? Bir dənə CH2-yə nə qədər deməli burada istilik sərf edilib? 660. Nə edəcəm burada? 1560-ın üzərinə bir dənə CH2 660-dır. 3-ü vuracam 660-a. Buradan toplayacam. 1560-ın üzərinə mən gələcəm 1980. Buradan da neçə alınacaq? 3540 alınacaq. 3540. Bunu tapandan sonra indi bu hissəyə keçirəm. Bu hissəyə. Bu C5H12, yəni pentanın alınmasına 3540 kilojoule enerji sərf edildi. Elə deyilmi? 3540 kilojoule enerji sərf edildi. Bunu tapandan sonra bunlar arasında nə qədər CH2 qrupu qədər fərq var? 2 dənə. Nə edəcəm? Bunun istilik effektini tapmaq üçün demək 3540-ın üzərinə bir dənə CH2-yə 660-dır. 2-ni vuracam 660-a, toplayacam buradan. 3540-ın üzərinə 2-ni 660-a vuranda 1320 eləyir. Buradan toplayacağım bunu. Neçə eləyəcək? 4860. 8-ə baxırıq. Reaksiyanı yazırıq. 2x plus y, 2z plus q1 alındı. Buradan da 2z plus y alınacaq 2t plus q2. Bunu yazandan sonra bunları alt-alta toplayırıq. Buradakı z ilə buradakı z gedəcək. Alt-alta toplayanda 2x plus 2y alınacaq buradan 2t plus Q1 plus Q2 olacaq istilik effekti. Və baxıram, hər tərəfi 2-yə bölürəm. X plus Y alınacaq T, istilik effekti Q1 plus Q2 bölünsün 2 olacaqdır. Bizə burada deyir ki, T maddəsinin alınmasının tam reaksiya tənliyini yazdıq və istilik effektindir hesablayın. İstilik effekti Q1 plus Q2 bölünsün 2 olacaqdır. 9-cu suala baxırıq. Kalsium karbidin əmələ gəlməsi. Kalsium karbid deməli kalsiumla karbonun birləşməsindən əmələ gəlir. Deməli, buraya 2 yazacağam. Əmələ gəlmə istiliyi 1 mol maddənin əmələ gəlməsini sərf edilən istiliyidir və əmələ gələn maddənin əmsalı 1 olduğundan, deməli, istilik effekti 62,8 kilojoule eləyəcəkdir. Bunu tapandan sonra bir bərabər mol sayı, deməli, kalsium götürüb, karbon götürüb və kalsium karbid götürüb. Bunların hamısını eyni mol götürüb bərabər və bunların kütləsi nə qədərdir? 58-dir. Deməli, yazıram 40, deməli, 1 mol kalsium 40 qramdır, A mol kalsium da eləyəcək 40-a. 40A plus, deməli, 12A plus 40 üstə 24, 64A bərabərdir 58-ə. Buradan tapıram ki, bunların cəmi edir 116A bərabərdir 58, A da 0,5-ə bərabər. Deməli, hər biri 0,5 götürülmüşdür. Deməli, təzədən reaksiyanı yazırıq buradan. Kalsium üstə 2 dənə karbon, kalsium karbid plus 62,8 kilojoule. Baxıram ki, bu 1 mol alınmalı idi. Bu 1 mol alınır. Yəni 1 mol alınmalı, bu 2 mol alınmalı idi. Yəni 2 dənə reaksiya girməlidir, bu da 1 girməli idi. Bu 0,5 girib, bu 0,5 yəni alınıb, yəni bu da 0,5. Baxıram ki, 2 dəfə azalıb. 2 dəfə azalıb, deməli 60,8-in yarısını tapıram. Yəni kalsium karbiddə közərdiləndə, kalsium karbid közərində qızdırılanda parçalanır. Parçalandır 62,8-in əksinə olduğundan mənfi olacaq. Mənfi 31 tam, nə olacaq? 31,4 olacaq. Bunu tapdım. Bunu tapandan sonra nə edirəm?
Karbona baxıram. Karbonda 4 dəfə azalıb. Nə edəcəm? 62,8-i 4-ə böləcəm. 15,7 eləyəcək. Deməli, karbonda eləyəcək 15,7. Çözərdəndə artıq o müsbət olacaq. Keçirəm indi kalsiuma. Kalsiumda isə baxıram 2 dəfə azalıb. Burada da nə olacaq? Müsbət olacaq. Deməli, kalsiumda 2 dəfə azaldığından 62,8-i 2-yə böləcəm. Eləyəcəm müsbət 31,4. Bunları toplayanda bu mənfi ilə bu mənfi edəcək. Geriyə nə qalacaq? 15,7 qalacaq. Bu birincisidir. Və bizə deyir ki, ilkin qarışıqda maddələrin ümumi mol saylarını istəyir. Ümumi mol sayda hərəsi 0,5 götürülüb. 3 də 0,5-ə vuranda 1,5 mol eləyəcəkdir. 10-cu sualda silisium dioksidin üzərinə H fluor gəlirəm. Silisium fluor 4 plus su alınacaq. Reaksiyanı əmsallaşdırırıq. Buraya 2 yazacağım. Burada 4 yazacağım. Qutardı getdi. Və bizə reaksiyanın istilik effektini verməyib. Deməli 2 yazıb. 2 yazıram bura. Nə eləməliyik? Reaksiyanın tənlini yazdıq, əmsallaşdırdıq. 1 ilə 2 tamamlandı. Elə deyilmi? İndi bizə deyir ki, burada reaksiyanın qrafik kütləsindən ayrılan istiliyi hesablayın. Baxıram ki, daha çox reaksiyaya girən burada hansıdır? Bax, bu 60 qram reaksiyaya girir. Bu da 80 qram reaksiyaya girir. Elə deyilmi? Mən bunların ikisini də eyni kütlədə götürsəm, tam reaksiyaya girən bu olacaq. Deməli, Y budur, X də budur. Elə deyilmi? Bunu tapandan sonra nə edirəm? Tutaq ki, bu qazın, bu maddənin qrafiki burada sxematik olaraq çəkirəm. Görürsünüz. Buranı A götürürəm. Yəni, ikisinin də başlanğıcını A götürürəm. A götürsəm, nə olacaq burada? Yazıram. 60 qram silisium O2 reaksiyaya girəndə 80 qram H fluor reaksiyaya girir. Və 2 qədər istiliyə ayrılacaqdır. Elə deyilmi? İndi mən baxıram burada. X deməli silisium O2 idi. Nə qədər reaksiyaya girib? A-dan 60-a kimi. Yəni A çıxılsın 60 qədər reaksiyaya girib. Nə qədər bizim Y-imiz reaksiyaya girib? A-nın hamısı tam reaksiyaya girmişdir. Və buradan tənasüb qururam. 60-ı vururam A-ya, bərabərləşdirirəm. 80-i vururam A çıxılsın 60-a. Buradan yazıram. Bu sıfırlar buradan gedir. Buranı da 2-yə bölsəm 3 eləyəcək. Buranı 2-yə bölsəm 4 eləyəcək. 3A bərabərdir 4A çıxılsın 240. Buradan da bu tərəfə versəm alar A bərabər olacaq 240-a. A-nı tapdım. A-nı tapandan sonra indi mən tapmalıyam reaksiyanın istilik effekti nə qədərdir. Mənədir reaksiyanın istilik effekti 188 kilojouldur. Deməli, buradan belə çıxır ki, 80 qram əgər H fluor reaksiyaya girsə, nə qədər buradan istilik ayrılacaq? 188 kilojoul. Bəs 240 qram H fluor reaksiyaya girsə nə qədər olacaq reaksiyamızın istilik effekti? 2 yazıram. 2 də buradan bərabər olacaq. Bunu deməli 3 dəfə artırıram. O da eləyəcək 564 kilojoul. 11-ci sualda reaksiyanı yazırıq. Sink S-in yanması. Sink oksid plus SO2. Buraya yazıram 2. Bura 3 yazıram. Burada 2 yazıram. Sinklər bərabərləşsin. Burada 2 yazıram. Qutardı getdi. Reaksiyanın istilik effekti bilmirəm. 3 yazıram. Və mənə deyir ki, buradan sink S-in tam yanma reaksiyasının tənlini yazın, əmsallaşdırın və reaksiyanın istilik effektini istəyir. Reaksiyanın istilik effektini taparkən reaksiyadan alınan maddələrin əmələ gəlmə istiliklərindən çıxırıb reaksiyaya girən maddələrin əmələ gəlmə istilikləri. Bunun əmələ gəlmə istiliyi 0 olduğundan bunu götürməyəcəm. Nə edəcəm? 2 vurulsun. 2 SO2-nin əmələ gəlmə istiliyi üzərinə gəlinsin. 2 vurulsun, çünki əmsalla fikir verməyə lazımdır. 2 vurulsun, 2 sink oksidin əmələ gəlmə istiliyi çıxılsın. 2 vurulsun, 2 sink S-in əmələ gəlmə istiliyi. İndi buradan nə edirik biz? Deməli, 2 bərabərdir. İstilik effektini tapmaq istəyiriksə, sink S-in deməli SO2-nin əmələ gəlmə istiliyi 300-dür. 300-ü vururam 2-yə. Yəni 2 vurulsun, 300. Üzərinə gəlinsin. Sink onun əmələ gəlmə istiliyi 350-dir. 2-ni vururam 350-yə. Bunları toplayıram. Çıxıram. Sink S-in əmələ gəlmə istiliyi 200-dür. 2-yə vuranda 400 eləyəcək. Buradan da bərabərdir. 600 plus 700 çıxılsın 400. 1300-dən də biz 400-ü çıxsaq, qalacaq 900. Cavabımız da 9 eləyəcəkdir. 12-ci suala baxırıq. 12-ci sualda reaksiyanı yazırıq. C3H4-ün üzərinə 4 dənə oksigen gəlirik. Alınır 3 dənə karbon qazı, 2 dənə su. İstilik effekti 1560 kilojouldur. Bizə deyir ki, buradan maddə, deməli oksigenin kütləsi M-dir, karbon qazının kütləsi də M plus 1-dir. Elə deyilmi? Mən görürəm ki, buradan fikir versəz, 4 vur 32 qram oksigen reaksiyaya girəndə nə qədər karbon qazı alınacaq?
3 vurulsun 44 qram. M qədər deməli oksigen reaksiyaya giribsə, M plus 1 qədər də deməli karbon qazı alınıb. İndi mən buradan M-i tapmalıyam. 4 vurulsun 32 vurulsun M plus 1 bərabərdir 3 vurulsun 44 M. Bu 4 bir dəfə, bu 11 dəfə. Sonra yazıram buradan 32 M plus 32 bərabərdir 33 M-ə. Buradan da M-ləri bir tərəfə versəm, M bərabər olacaq 32. M-i tapdım burada. M-i tapandan sonra mənə deyir M-i tap. Sonra verilənlər əsasən propinin yanmasından ayrılan istiliyi bizdən istəyir. Deməli, propinin yanmasından nə qədər ayrılacaq? İndi baxıram buradan. Mən bilirəm ki, 4 dənə 32 reaksiyaya girəndə 1560 kilojol istilik ayrılmışdır. Bəs 32 reaksiyaya girsə nə qədər ayrılacaq? X yazıram bura. Buradan da X tapanda nə edəcəm? 1560-ı 4 dəfə azalmışdır. Bu 4-ə böləcəm. Oradan da neçə eləyəcək? 390 kilojol edəcək. 13-cü sualda bizə reaksiyaların tiplərini istəyir. Reaksiyanı tamamlayıram. Bariumla SO4 birləşəcək. Barium SO4 verəcək. Plus natriumla da xlor birləşəcək. 2 dənə mürəkkəb maddə girdi. 2 dənə mürəkkəb maddə alındığından bu hansıdır? Mübadilə reaksiyasıdır. Sonra bir dənə bəsit girib, bir dənə mürəkkəb girib, alınacaq dəmir xlor 2 plus H2. Bir dənə bəsitdən mürəkkəb alındığından bu əvəz etmədir. Sonra dəmir 2 hidroksidin üzərinə mən oksigen və su gəlmişəm. Bir dənə maddə alacağam. Dəmir 3 hidroksid. Bu da birləşmədir. Bir dənə maddə alınırsa bu birləşmə reaksiyası olacaq. 14-cü sualda bizə reaksiya verib, reaksiyanı yazırıq. 14-cü suala baxırıq, reaksiyanı yazırıq. Əmsalları da qeyd edirik. Bizə hidrogen yanma istilini istəyir. Hidrogen yanma istiliyi istilik effektinin yanan maddənin əmsalına bölürəm. Yəni 484-ü 2-yə böləcəm. O da eləyəcək 242 kilojol. Bunu tapdım. Sonra mənə deyir ki, 5,6 litr hidrogenin yanmasından yazıram. Deməli, mən bilirəm ki, 5,6 litr 0,25 moldur. 2 deməli mol hidrogen yananda nə qədər istilər? 484 kilojol ayrılmışdır. Deməli, 0,25 mol hidrogenin yanmasından nə qədər istilik ayrılacaq? Bu zaman 4 dəfə azaldacam 484-ü. O da eləyəcək 60,5 kilojol. Üçüncüsünə baxıram. Üçüncüsü mənə 72 qram su əmələ gələndə nə qədər istilik ayrılacaq? Mən görürəm ki, 36 qram su əmələ gəlib. 2 mol su 36 qram. 36 qram su əmələ gələndə nə qədər istilik ayrılıb? 484 kilojol istilik ayrılmışdır. Bəs 72 qram su əmələ gəlsə nə qədər istilik ayrılacaq? Bu zamanda 2 dəfə artıracam. Bu da 2 dəfə artacaq. Bu da eləyəcək 968 kilojol. 15-ci sualda biz reaksiyaları yazmalıyıq. Deməli, C3 H6-nın reaksiyası, yanma reaksiyasını yazırıq. Bu zaman karbon qazı plus su alınacaq. Reaksiyanı əmsallaşdırıram. Buraya 2 yazacağım, bura 6 yazacağım, burada 6 yazacağım, burada 9 yazacağım. Deməli, burada nə edirik biz? İstilik effekti C3H6-nın yanma istiliyindən 2060, yəni 2 vurulsun 2060 olacaq. Deməli, C3H6-nın yanma istiliyi 2060-dır. Reaksiyanın istilik effekti isə C3H6-nın əmsalı 2 olduğundan 2-ni vuracağım 2060-a, tapacağım ki, reaksiyanın istilik effekti nə qədərdir. Və bizə nə istəyir buradan? Deyir ki, ayrılan istilik 103-dür. Alınan karbon qazının mol miqdarını deyir. 6 mol karbon qazı alınanda istilik 2 vurulsun 2060 kilojol olur. Mənə deyir ki, bəs 103 kilojol istilik ayrılıbsa nə qədər karbon qazı sərf edilmişdir? Buradan tapacağım ki, 6 vurulsun 103 bölünsün 2 vurulsun 2060. Buradan tapacağım ki, 0,15 mol elədir. Deməli, 0,15 mol karbon qazı buradan alınmışdır. İkinci reaksiyaya baxıram. İkinci reaksiyanı yazıram. C2H6-nın üzərinə mən oksigen gəlirəm. Bu zaman karbon qazı və su alınacaq. Reaksiyanı əmsallaşdırıram. Burada yazıram 8, 6, 7. Mənə deyir ki, buradan ayrılan istiliyi verməyib bu dəfə. Və fikir versə C2H6-nın yanma istiliyi 1560-dır. Yəni, yanma istiliyi istilik effektinin yanan maddənin əmsalına bölünməsindən alınırsa, deməli, istilik effektimiz 2 vurulsun 1560 eləyəcək. Alınan karbon qazının mol miqdarı. Deməli, 4 mol karbon qazı alınanda nə qədər istilik ayrılır? 2 vurulsun 1560 kilojol istilik ayrılmışdır. Elə deyilmi? Bəs deyir ki, 0,4 mol karbon qazı alınıbsa, nə qədər istilik sərf edilmişdir? Buradan Y tapmalıyam. Bu 10 dəfə azaldılmışdır. Bunu da 10 dəfə azaldacağım. O da eləyəcək 312 kilojol. 16-cı sualda asetilenin yanma reaksiyasını yazırıq.
Deməli, əmsallaşdırırıq. Bura 2 yazacağım, bura 5 yazacağım, bura 4 yazacağım və burada 2 yazacağım. 11,2 litr asetilenin tam yandıqda deyir 650 kilojol istilik ayrılır. 11,2 yarım moldu yazıram. Yarım mol asetilenin yanmasından nə qədər istilik ayrıldı? 650 kilojol istilik ayrıldı. İndi baxıram burada nə qədər asetilen yanıb, 2 mol asetilen yanıb. 2 mol asetilen yanmasını tapmalıyam. Nə qədər istilik ayrılacaq? Bu zaman istilik effektini tapacağam mən. O da eləyəcək 4 dəfə artırıram, 2600 kilojol elədi. Bunu tapdım. Bunu tapandan sonra deyir asetilen yanma reaksiyasının istilik effektini tapın. 2600'dür. Bu birincisidir. 2600. Və deyir asetilenin yanma istiliyini hesablayın. Yanma istiliyi yanan maddənin, yəni istilik effektini yanan maddənin əmsalına bölürəm. Nə edəcəm? 2600'ü böləcəm asetilenin əmsalı 2-yə. O da eləyəcək 1300 kilojol. 17-ci sualda bizə reaksiya verib. Reaksiyada baxın yazıram bunu açıq formada. Üzərinə gəlib H reaksiyası alınır buradan. C2H4. Bunu da formada açıq yazıram. Plus da 45 kilokalori. Belə suallarda buradan verilən bizə enerjinin, rabitə enerjisi, yəni 45 bərabərdir. Reaksiyadan alınan maddələrin rabitə enerjiləri, məsələn, enerjiləri verib bizə. 2 qat, yəni karbonla karbon arasında 2 qat rabitənin enerjisi 150-dir. Yazıram. Bir dənə özü rabitə var. 150 üzərinə gəlinsin. Karbonla hidrogen arasında 4 dənə burada rabitə var. 4'ü vuracağım 100'ə. Karbonla hidrogen arasında rabitə 100. 4'ü vuracağım 100'ə eləyəcək 400. Çıxılsın. Mən burada hidrogenlə hidrogen arasında olan rabitəni bilmirəm. Yazıram hidrogenlə hidrogen arasında rabitə üzərinə gəlinsin. Üst qat rabitə, yəni karbonlar arasında üst qat rabitənin enerjisi 200'dür. 200 plus. Deməli, karbonla hidrogen arasında 2 dənə rabitə var. Burada biri budur, biri də budur. Toplasam bir dənəsi 100'dür, 2 dənəsi eləcək 200. Buradan nə edəcəm? 45 bərabərdir 550 çıxılsın H çıxılsın 400. Buradan tapıram ki 45 bərabərdir 150 çıxılsın HH rabitəsi. Yəni bu enerjini tapmalıyam. Bu rabitənin enerjisinin qırılması üçün. Və bunu tapandan sonra nə edəcəm? Bunu tapanda artıq 150-dən 45'e çıxacam. Qalacaq 105. Deməli, bir dənə hidrogenlə hidrogen arasında olan rabitənin enerjisi 105'dir. Bunu tapandan sonra mənə deyir ki, bu reaksiyada, yəni C2H2 plus 2 dənə H2'dən C2H6'nın alınması reaksiyasında reaksiyanın bizdən istilik effektini istəyir. Nə edəcəm? Yenə bunu açıq quruluşda yazıram. Burada artıq 2 dənə HH rabitəsi var. Buradan da bir qat rabitə var. 6 dənə karbon və hidrogen arasında rabitə var. Nə edəcəm? İstilik effektini tapanda reaksiyada alınan maddə bir dənə karbonla karbon arasında tək qat rabitə var. Onun enerjisi 85'dir. Üzərinə gələcəm. 6 dənə karbonla hidrogen arasında rabitə var. Bir dənəsi 100, 2 dənə 6 dənəsi eləcək 600. Topladım. Çıxıram. Bir dənə hidrogenlə hidrogen arasında olan rabitəmiz 105 idi. 2 dənə olanda 200. Onu eləyəcək. Toplayacağım. Üst qat rabitənin enerjisi 200'dür. Üzərinə gələcəm. Karbonla hidrogen arasında rabitənin enerjisi 100 idi. 2'yə vursam 200 eləyəcək. Buradan yazıram. Şu bərabərdir 685 çıxılsın 610. Buradan da neçə qalacaq? 75 qalacaqdır. 18-ci sualda kalsiumun reaksiyasını yazırıq. Kalsiumun yanmasını. Kalsium oksid alınacaq. Əmsalları belə yazırıq. Yanmaya sərf edilən oksigenin həcmini verib. Bizə deyir ki, kalsiumun tam yanma reaksiyasının istilik effekti 1280'dir. İndi tapmalıyıq buradan nə qədər oksigen. Baxıram buradan 1 mol oksigen sərf edilir. 1 mol oksigen sərf ediləndə 1280 kilojol enerji ayrılır. 5,6 litr çevirirəm mola elir 0,25. Və 0,25 mol oksigenin deməli sərf edilməsindən nə qədər burada istiliyi ayrılacaq? Onu tapıram eləyir 320. 4 dəfə azaltdım. 320 kilojol. Bunu tapandan sonra indi mən Y tapmalıyam. Mənə deyir ki, bax 1 mol deməli oksigen sərf ediləndə, 1 mol oksigen sərf ediləndə 1280 kilojol enerji ayrılmışdır. Bəs 640 kilojol enerji sərf edilsə nə qədər oksigen reaksiyaya girəcək? Tapıram ki, buradan 2 dəfə azaldıram. 0,5 mol oksigen alınmalıymış, yəni reaksiyaya girməliymiş. 0,5 molda 11,2 litrdir. 19-cu suala baxırıq. 19-cu sualda bizə pxlor 3-ün əmələ gəlmə istiliyini istəyir. Pxlor 3-ün əmələ gəlmə istəyi pxlor 3 bəsit maddələrdən əmələ gəldiyindən biz istilik effektini onun əmsalına bölə bilərik. Bu zaman 560'ı mən 2'yə böləcəm. Eləyəcək 280. Deməli bu 280 pxlor 3-ün nədir? Əmələ gəlmə istiliyidir.
Mən p-xlor üçün əmələ gəlmə istiliyini tapandan sonra artıq bu reaksiyada yazacağam. 87 bərabərdir. P-xlor 5-in əmələ gəlmə istiliyindən, yəni küp p-xlor 5-dən çıxacam. Küp p-xlor üçün. Yəni küp bilin ki, bu maddələrin əmələ gəlmə istiliyidir. Mən bunu tapmalıyam. Bunu məndən istəyir. Küp p-xlor 5-in əmələ gəlmə istiliyini taparkən nə edəcəm? Artıq 87-nin üzərinə gələcəm. Küp p-xlor üçün əmələ gəlmə istiliyini. Buradan da küp p-xlor 5 bərabərdir 87 plus deməli p-xlor üçün əmələ gəlməsi 280 idi. 87 üstə 280 gələcəm və bunları bir-bir topladıqdan sonra da eləyəcək 367. Deyir ki, ekvivalentli metal yandıqda, ekvivalentli metal M yazıram. Üzərinə gəlirəm oksigen. Ekvivalentli metalın oksigenlə M olacaq. Əmsallaşdıram, bura 2 yazıram, burada 2 yazıram. Bilirik ki, buradan 4,8 qram metal yananda 122 kilojol istilik ayrılmış. Mənə deyir ki, alınan oksidin əmələ gəlmə istiliyi. Oksidin əmələ gəlmə istiliyi əgər 610-dursa, 610-u əmsalına vururam, tapıram ki, istilik effekti 1220 imiş. 1220-ni tapandan sonra bu reaksiyanın istilik effekti elədi. Bunu tapandan sonra artıq biz nə edirik? Bildim ki, 4,8 qram metalda 122 kilojol deməli istilik ayrıldı. Bəs 1220 kilojol istilik ayrılsa bizim metalımızın kütləsi nə qədər olacaq? 2 dənə metalımız özdə. 2 dənə metalın kütləsini tapıram ki, 10 dəfə artırmışam. Bu da 10 dəfə artırsa 48 eləyəcək. Deməli, metalın öz kütləsi 24 imiş. Bunu tapandan sonra mənə deyir, sərf edilən oksigenin mol miqdarını hesablayın. Sərf edilən oksigenin mol miqdarını taparkən mən bilirəm ki, deməli 1 mol oksigen sərf ediləndə, 1 mol oksigen sərf ediləndə 1220 kilojol istilik ayrılırmış. Bəs nə qədər oksigen sərf edilsə 122 kilojol istilik ayrılacaq? Buradan da tapıram ki, 10 dəfə azaldıram bunu, 0,1 mol eləyəcəkdir. 21-ci sualda reaksiyanı bizə verib. Reaksiyadan 5,6 litr karbon qazı alınıb. Bu 5,6 litr rahat rəqəmə çevirirəm. 0,25 mol eləyəcək. Bunu tapandan sonra mən bilirəm ki, baxın uşaqlar, buradan yazıram. Əmsallaşdırılıb bu. Görürəm ki, deməli 1 mol karbon qazı alınanda nə qədər istilik sərf edilib? 880 kilojol istilik sərf edilmişdir. Bəs 0,25 mol oksigenin deməli oksigenin sərf edilməsindən nə qədər olacaq? Bura y yazıram. Y tapanda 4 dəfə azaltmışam. Bunu 4 dəfə azaldırsam 220 kilojol olacaq. Deməli bura 220 kilojoldur. Bunu tapandan sonra mənə deyir suyun kütləsini. Deməli 880 kilojol istilik ayrılanda nə qədər su alınıb? 36 qram su alınmışdır. Bəs 220 kilojol istilik ayrılanda nə qədər su alınacaq? Bura x yazıram. 4 dəfə azalıb, bu da 4 dəfə azalacaq. X ilə bərabər eləyəcək 9-a. 22-ci sualda reaksiyanı yazırıq. Burada deyir XS-in kütləsi 19,4-dür. Deməli 19,4 qram XS deməli reaksiyaya sərf ediləndə nə qədər istilik ayrılırmış? 40 kilojol istilik ayrılırmış. Mənə deyir yanma istiliyi. Yanma istiliyi yanan maddədir. Deməli yanma istiliyi əgər 200-dürsə, reaksiyanın istilik effekti yəni 1 mol maddədə, yəni XS-in 1 molunu nə qədər olacaq? Yəni X plus 32. Deməli bizə yanma istiliyini 200 verib. Yəni 1 mol maddənin yanmasına sərf edilən istilikdir. 1 mol maddəmizin kütləsi də XS-dir. Yəni X plus 32 eləyəcək. X plus 32-də nə qədər olacaq? 200 olacaq. Görürəm ki, bu 5 dəfə artıb. Deməli 19,4-ü 5 dəfə artırsam nə qədər eləyəcək? X plus 32 bərabər olacaq 97-yə. X də bərabərdir 65. Deməli bu sinkdir. Bunu tapandan sonra mənə deyir reaksiyanın istilik effektini tap. Reaksiyanın istilik effektini tapanda nə edəcəm? 200-ü vuracam 2-yə. Çünki XS-in 1 moluna 200 sərf edilmişdir. 2 dənə burada XS reaksiyaya girdiyindən istilik effektimiz 2 vurulsun 200, yəni 400 eləyəcəkdir. 23-cü suala baxırıq. Reaksiyanı yazırıq. Deyir ki, C2H5OH-ın yanması. Yandırırıq bunu. Bu zaman karbon qazı və su alınacaq. Reaksiyanı əmsallaşdırırıq. Buraya 2 yazacağam, buraya 7 yazacağam, burada 4 yazacağam və burada 6 yazacağam. Bunlar yazandan sonra reaksiyanın istilik effektini bilmirəm. Reaksiyanın istilik effektini tapanda reaksiyada alınan maddələrin əmələ gəlmə istiliyi, bunun əmələ gəlmə istiliyi yoxdur, 0-dır. Baxıram bunun əmələ gəlmə istiliyi karbon qazının 1 molunun, yəni əmələ gəlmə 1 mol maddənin əmələ gəlməsidir. Bu A-dır, bu da B-dir, bu da C-dir. Nə edəcəm? 4-ü vuracam A-ya. 4 mol burada karbon qazı var. Üzərinə gələcəm. 6-nı vuracam B-yə. Çıxacam. Burada tərsinin olduğundan çıxmalıyam. 2 vurulsun C. Bu reaksiyanın istilik effektidir. Elə deyilmi?
Deməli istilik effektimiz budur və sonra bunu tapandan sonra bizə deyir ki, spirtin yanma istiliyi. Spirtin yanma istiliyini tapanda əmsalı 2 olduğundan nə edəcəm? 4A plus 6B çıxılsın 2C-ni 2-yə böləcəm. Hər tərəfi 2-yə bölsəm, buradan eləyəcək 2A plus 3B çıxılsın C olacaq. Həmçinin də bunu da sadələşdirəndə o 2A plus 3B çıxılsın C kimi də olacaq. Həmçinin istilik effekti və yanma istiliyi də eyni qiymətlər olacaq.